Əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Ətli pirog hazırlamışam. Hazırlamaq üçün bizə nə lazımdır? Deməli, əvvəlcə bir qaba 1 ədəd yumurta, ağlı sarlı, yarım çay qaşığı da duz əlavə edib biraz qarışdırıram. Daha sonra üzərindən xama əlavə edirəm. Xamanın da içərisinə 1 paket qabartma tozu əlavə eləyib yaxşı-yaxşı qarışdırıram. Həm xamanın həcmi artır, həm də xama demək olar ki, biraz yüngülləşir. Baxın, baxanda da hiss olunur. Əlavə edirəm yumurtanın üzərinə biraz qarışdırdıqdan sonra yağını əlavə edirəm. Burada mən 100 qram yağ istifadə elədim. Yağı da əridib dağ eləməmişəm, yəni qaynatmamışam. Sadəcə mikrosobada əritmişəm bu formada. Əlavə edirəm qarışımın üzərindən, yenidən biraz qarışdırıb, sonda ununu əlavə edirəm. Dəyərli izləyicilər, mən burada 400 qram un istifadə elədim. Baxın, siz ola bilər ki, 400 qramdan biraz hardasa 2 xörək qaşığı, 3 xörək qaşığı az istifadə edə bilərsiniz. Yəni, deməkdə məqsədim odur ki, burada yumurta böyük idi bizdə. Bir də yağın keyfiyyətindən də asılıdır. Yağ ola bilər, ayranı çox olsun, az olsun. Ona görə mən deyirəm ki, yəni 350 qramdan 400 qrama qədər. Siz 400 qram unu yanınızda saxlayıb qarışdırdıqca özünüz hiss eləyəcəksiniz əlinizdə. Xəmiri hazır eləyəndə xəmirimiz qəşəng yumşaq xəmir olmalıdır. Sərt xəmir olmalı deyil. Xəmir yoğurduqdan sonra qoyuram bir kənara. Yəni gözləmək məqsədi ilə yox. Elə xəmiri oradan elib oradan da bişirmək olur. İçliyi hazırlayıram. 250 qram burada ət var. Dana əti maşınla keçirtmişəm, amma soğanı çəkmədim. Soğanı da deməli 2 dənə, üzr istəyirəm, 1 dənə orta boylu soğan, 1 orta boylu da kartof. Hər ikisini gördüyünüz formada, kub formasında kvadrat balaca doğrayıb ətin üzərinə əlavə edirəm və duzunu, istiotunu, burada duz istiotun qədəri sizin öz damaq dadınıza görədir. Yəni istədiyiniz qədər duz istiot qata bilərsiniz. Bunları da yaxşı-yaxşı qarışdırıram. Deməli, mən burada əti çox maşının xırda gözündən keçirtməmişəm. Biraz iri dişindən keçirtmişəm. Biraz ət diri-diridir. Daha sonra xəmiri kündələyib 2 hissəyə ayırıram. Kündənin biri digərinə fərqlənir, yəni ölçü olaraq. Bir kündə balaca, bir kündə biraz ondan böyük hazırlayıram. Yəni balaca kündəni piroqun üz qatına istifadə edəcəm ona görə. Kündələyən kimi də xəmiri elə yayıram. Çox belə gözləmirəm ki, kündəyə düşsün. Elə oradan kündələyib, oradan da yayıb piroqu hazırlayıram. Əziz xanımlar, burada ət, yəni bişməmiş ətdən istifadə edirəm. İndi ola bilər narahat olarsınız ki, birdən ət piroqun xəmir içində bişməz, ya kartofu bişməz. Heç də elə deyil, çox gözəl bişir. Həm kartofu, həm də əti. İndi əgər istəsəniz, o da kim istəsə əti biraz qovurub, hazır qovrulmuş əti yığa bilər bunun içinə. Amma mən deyərdim ki, əti bu formada bişməmiş yığanda daha çox dadlı olur, daha çox belə sulu olur piroqun içərisi əti. Yuxaları yaydım. Deməli, böyük yuxanı əvvəlcə yerləşdirirəm kaykanın üzərinə. Mən bu formada hazırlayıram. Siz istəsəniz, elə yuxanı yumru bir tavada da hazır, sizin üçün daha rahat olsun deyə, yəni yumru tavada da hazırlaya bilərsiniz. Mən bu formada hazırlayıram, elə adi listə. Yuxanın üzərinə bütün əti əlavə edib, eyni bərabərlikdə yayıram. Daha sonra ətin içərisinə də 50 qram kərə yağını oradan-buradan yerləşdirirəm. Kərə yağını ona görə ətin üzərinə yerləşdirirəm ki, həm yağın dadına görə ki, dadlı olsun, həm də ətimiz biraz qəşəng soqlu olsun. Piroqu əti daha ləzzətli olsun da, belə deyək. Balaca kündəni də üzərinə yerləşdirib kənarlarını bərkidirəm. Yəni kənarlarını istədiyiniz formada bərkidə bilərsiniz. Əsas odur ki, yəni yuxanın qıraq tərəfləri ikisi də bir-birinə yapışsın. İndi mən tros formada fırlatdım. İndi kim nə formada istəsə, hətta çəngəllə belə sıxıb bərkidə bilərsiniz. Əsas odur ki, ət burada çiğ ət olduğuna görə kənarını yaxşı bərkidirəm ki, ətin soku, suyu kənarlarından çıxıb biraz səliqəsiz olmasın. Ona görə
Yəni birləşdirirəm kənarlarını daha diqqətlə. Yerləşdirirəm listə, üzərinə bir ədəd yumurtanın sarısını da çəkirəm və çəngəllə iz qoyuram. İndi çəngəllə istəsəniz iz qoya bilərsiniz, qoymaya da bilərsiniz, o sizin zövqünüzdən asılıdır. Oxluğunun uc tərəfi ilə də üstdən dəliklər açıram. Tam dərindən eləmirəm ki, alt hissəsi yenə deyirəm ki, ətin suyu çıxmasın. Sadəcə üst yuxanı bu formada dəliklər açıram ki, piroq bişəndə çox belə şişməsin, qabarmasın. Çörək otunu da üzərinə səpib sobaya yerləşdirirəm. Əvvəlcədən sobanı qızdırmışam. Mən 170 dərəcədə. İndi hər kəsən öz sobasının dilini bilir. Hardasa bizim piroqumuz 45 dəqiqəyə hazır olur. İndi 5 dəqiqə oyan-buyan ola bilər. Yenə deyirəm ki, o sobadan asılıdır. Alt üst qızarana qədər bişirirəm. Çox da gözəl piroq alınıb. Həm altı, həm üstü demək olar eyni bərabərlikdə qızarıb. Kəsib servis edib iç görkəmini də sizlərə göstərim əziz xanımlar. Çox gözəl, həm gözəl ətri gəlirdi bişəndə, həm də ki çox dadlı piroq alınıb. Həm xəmirin materialı çox gözəldir, belə elə bil ki döymə xəmir kimidir. Gözəl xəmiri var bunun. Təsəvvür ki, bu xəmirində ancaq xama var, yağ, yumurta, yəni süd, zat heç nə yoxdur da. Xəmiri də gözəldir. Həm də elə ümumi piroqun öz dadı çox gözəldir. Həqiqətən çox gözəldir. Ya mən deyərdim ki, yəni siz bunu hazırlasanız, inanmıram ki, yəni bəyənməyəsiniz də. Əziz xanımlar, siz də hazırlayıb nuş edin. İzlədiyiniz üçün təşəkkürlər.